Salam, bugün belə bir testin izahına baxırıq. Testdə bizdən nə istəyir? Klaviaturadan 5 rəqəmi daxil edilərsə, nəticənin 555 kimi görünməsi üçün sual işarəsinin yerinə nə yazılmalıdır, onu istəyir bizdən. Baxırıq proqramın yazılışına. Proqramda deyir ki, X-ə klaviaturadan 5 ədədi daxil edilir. Burada input verilən hər şeyi sətir tipinə, string tipinə çevirir. Int isə çevirir ədəd tipinə, yəni integer. Əgər int olmasaydı, 5 bizə sətir tipində veriləcəkdi. Amma int də verildiyi üçün ona görə olacaq, yenə sətir tipindən çevriləcək, olacaq ədəd, yəni 5 rəqəmi. Aha, int funksiyası dedik ki, ədəd tipinə çevirir, nəticədə bizə 5-i verəcək. Bizdən tələb olunan nəticə 3 dənə 5-in yan-yana yazılmasıdır. Ekranda çap olunmalı nəticə, yəni 555 olmalıdır. Yəni 3 dənə 5. Bu nəticə bir sətir olaraq qəbul edilməlidir. Çünki 555 bir dəfə deyil, 5 üstəgəl 5 kimi deyil, 5 rəqəminin 3 dəfə təkrarı kimi yazılır. Yəni bu cür görünməlidir. Biz sətir təkrarlama prinsipindən istifadə edəcəyik bunun üçün. Python dilində rəqəmləri ard-arda yapışdıraraq təkrarlanan sətir yaratmaq üçün sətirlərin vurulması əməliyyatından istifadə edilir. Məsələn, bizə 5 rəqəm verdi. 5 rəqəmini biz sətir tipində yazsaq və bunu 3-ə vursaq, bu bizə yan-yana yazılmış təkrarlanan 3 dənə 5 rəqəmini verəcək. İndi isə biz variantları təhlil edək. Görək variantlarda bizə nələr verilib. Variantlara baxırıq. A variantına baxırıq. Ədəd tipi olduğu üçün burada 5, 3-ə vuranda 15 edir. D variantında 3 sətir tipi olduğu üçün 5 dənə 3-ü yan-yana yazır. B variantında burada x ədəd tipi olduğu üçün 3 vurulsun x kimi yazılır. Burada x sətir tipi olduğu üçün 3 dənə x yan-yana yazır. Y variantında deyil. Və baxırıq sətir tipində verilmiş x-i vurub 3-ə. Bizə də nə lazımdır? 5-i ədəd tipi verib biz bunu sətir tipinə çevirməliyik. Bu variant uyğun gəlir. Aha, bu cür yazılır. İlk öncə 5-i çevirəcək sətir tipinə, daha sonra 3-ə vurduqda bizə yan-yana təkrarlanan 3 dənə 5 ədədini verəcək. Cavab burada C variantıdır.